Hörmətli xanım sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar, 2024-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini müzakirə edirik və birinci müzakirədir, yüksək səviyyədə hazırlanıb, təkmil sənəddir və xüsusilə də nəzərə alsaq ki, 2024-cü il bütövlükdə mürəkkəb bir il idi və dünyada çoxlu münaqişələr, toqquşmalar və beynəlxalq hüququn işləmədiyi bir reallıqda Azərbaycan dövləti öz inkişaf modelini tətbiq edərək doğrudan da 2024-cü il ölkəmiz üçün uğurlu bir ilə deməli çevirə bilmişdir. Xüsusilə də proqnozlar belə idi ki, 2024-cü ildə ümumi daxili məhsulumuzun 121 milyard manatdan çox olacağı proqnozlaşdırılırdı. Proqnozlar da tam öz təsdiqini tapdı. 121-dən çox yox, dəqiq desək 126,3 milyard manatlıq ümumi daxili məhsul istehsal edildi ki, bu da ümumi inkişafın bir göstəricisidir. Və ölkə prezidenti Cənab İlham Əliyev hər zaman söylüyor ki, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi dayanır. Və təbii ki, büdcənin hazırlanması prosesində, onun icrası ilə bağlı məsələlərdə Cənab Prezidentin bu irəli sürdüyü əsas istiqamət bir hədəf kimi seçilir. Və 2024-cü il büdcəsinin icrasına baxdıqda da görürük ki, həqiqətən də bu büdcədə icra olunub sosial xərclər, icra olunmuş sosial xərclər 38,9%-də gəlib çatıb. Bu da rəqəmlə desək 14,7 milyard manat deməkdir. Və xüsusilə də 5 il ərzində, 2020-2024-cü illər ərzində bizim sosial xərclərimiz 4 milyard manat və yaxud ki, faizlə desək, 37,7% artıb. Yəni, bütün bunlar iqtisadi inkişafın göstəricisidir və təqdid olunan məsələlərdir. Və qeyd etdiyim kimi, Cənab Prezident söylüyor ki, təkcə sosial rifah deyil, həm də təhlükəsizlik məsələləri bizim üçün önəm kəsb eləyir və biz 2024-cü il büdcəsinin bu istiqamət üzrə, yəni təhlükəsizlik və müdafiə istiqaməti üzrə icrasını izləsək, görəcəyik ki, düz 6,6 milyard manat bu istiqamət üçün xərclənib. Və nəzərə alsaq ki, bizim 2024-cü ildə xərclərimiz də təşkil edirdi 37,7 milyard manat, daha dəqiq desək 39,7 milyard manat biz təsdiqləmişdik 2024-cü il üçün. Onun 37,7 milyard manatı icra edilib və onun da qeyd etdiyim kimi 6,6 milyard manatı məhz müdafiə və təhlükəsizlik istiqaməti üçün ayrılıb. Və dünyanın bu günləri BMT baş məclisində 193 dövlət təmsil olunur. Və bu 193 dövlətin hər birinin təbii ki öz büdcəsi var və hər ildə büdcənin icrası ilə bağlı qanun layihələrini qəbul edirlər. Azərbaycan unikal ölkədir bu baxımdan ki, heç bir dünya ölkəsinin büdcəsində, onun icrası ilə bağlı qanun layihəsində işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması ilə bağlı bənd olmur. Heç ola da bilməz, çünki 1945-ci ildən 2-ci Dünya Müharibəsindən üzü bəri və 21-ci əsrin reallığında heç bir dövlətə nəsib olmayıb, heç bir siyasi liderə nəsib olmayıb ki, işğal altında olan ərazilərini azad etsin və suverenliyini tam, qəti və əbədi təmin etsin. Buna nail olan dövlət Azərbaycan dövlətdir, müzəffər ali baş komandandır, onun formalaşdırdığı yenilməz ordudur və dəmir yumruğa çevrilmiş xalqımızdır. Bax, bu qüvvələrin vəhdəti bu tarixi zəfərimizi təmin edir və büdcəmizdə də bu istiqamət üzrə, yəni işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı məsələlər, yenidən qurulması ilə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir və 2024-cü il üçün bu məqsəd üçün bizim büdcəmizdən 5,4 milyard manat vəsaitin deməli xərclənib. Və nəzərə alsaq ki, 2021-ci ildən bu istiqamətdə addımlar atılır və 2021-ci ildən ta indi müzakirə etdiyimiz 2024-cü ilə qədər işğaldan azad olunmuş ərazilərin, yəni Qarabağın və Şərqi Zəngəzurun bərpasına düz 19 milyard manat vəsait ayrılıb. Və 2025-ci ildə də eyni məqsəd üçün biz daha 4 milyard manat vəsait ayrılmışıq. Bu 23 milyard manat vəsait edir. İndi görün, hansı bizim qonşu dövlətin, region dövlətinin və ya dünya dövlətinin büdcəsində məhz bu istiqamət üzrə xərclər ayrılır və deməli addımlar atılır. Bu baxımdan da hesab edirəm ki, atılmış addımlar strateji mahiyyət kəsb eləyir və Azərbaycan dövlətinin gücünün göstəricisidir və gələcək bizim uğurlarımızın kökündə dayanan fundamental addımlardır. Mən bu büdcə layihəsinin, yəni icrası ilə bağlı qanun layihəsinin lehinəyəm və bütün həmkarlarımı da ona dəstək verməyə dəvət edirəm. Təşəkkür edirəm.